Qabaqlardan kim çəkebilirsə. Azərbaycanın və dünyanın bu mənəvi cəhətdən aşındığı bir dövrdə hər kəsin material dünya arasınca qaçdığı, bütün ruhunu, intellektini, zehnini sürətlə və həvəslə itirdiyi bir dövrdə bu qədər insanın mənəvi bir səbəbdən buraya toplanmağı çox xoş bir mənzərədir. Yəni, bu insanları bu havada evindən çıxarıb ancaq mənəvi ehtiyacdır. Burada heç bir şöhrət, ad, maddiyyət heç nə hasil olmur. Burada ancaq Allahla insan arasındakı pərdələr qalır. İnsan Allaha o zaman yaxınlaşır ki, dünyadan uzaqlaşır. Həm xalqından, həm haqqından olmaq olmaz. Ya xalqın olasın, ya haqqın. Ya xalqın şairi olasın, ya haqqın şairi olasın. İkisini bir yerdə daşımaq mənim gəldiyim qənaətə görə, bu günə qədər bu həyatımda keçirdiyim təcrübəyə görə o belədir. Bəlkə səhv edir, bilmirəm. Amma adil, cəfakeş, biz düz deyil, bir-birimizi 25 ildən çox tanıyırıq. Dedi, məni dərviş kimi təqdim etdi, amma dərviş deyəndə çoxlarının xəyalına fərqli obrazlar gəlir. İstəyirəm bu barədə biraz sizinlə fikirlərimi paylaşım, əgər izin verirsinizsə. Buyurun. Məsələn, Bakı əhli, Abşeron cəmaatı dərviş deyəndə Əhl-i Beyt mənsublarına qəsidələr oxuyub, musiqi aləti olmadan toy aparanları, onları düşünürlər. Bu Lənkəran Astara tərəfimizdə də ona bənzər bir şey. Bu Şamaxı, Şirvan, Arandağ, Şirvanda dərviş deyəndə biraz ya da Seyid Yəhya Bakıb Əfəndi düşür və s. və ilaxır. Qarabağda Mir Həmzə Seyid Nicari yada düşür, Mir Sərdi Baba yada düşür, Allah ruhlarını bizə pənahçı eləsin. Amma gerçək anlamda bu sufi, dərviş, biz sadəcə bunları eşitmişik. Nə olduğunu bilmirik. Bir şeyi bilmək üçün bir şeyi bilmək lazım. Yəni, biz sadəcə baxırıq, amma görmürük. Hər baxan görməz. Ustad Aşıq Ələsgər deyir ki, hər yana istəsə, baxanda görək. Həqiqətdə bu sevdalı gərəkdir. Deməli, baxmaq ayrı şeymiş, görmək ayrı şeymiş. İnsanlar gedir, mən məsələn, konservatoriyanın professoruyam, ora gedib orada oturmaq üçün 30 il oxumuşam, hələ də oxuyum. Biri 30 il tibb oxuyur, həkim olur. Biri mühəndis olur. Bəs necə olur ki, bu cür sufilik deyilən, dərvişlik deyilən, şərq ədəbiyyatı, şərq musiqisi deyilən bir böyük dünyanı heç bir təhsil, tədris almadan insanlar dərk etməyə çalışır. Bugün Azərbaycanda indi dəbəliyimdir. O qədər adam deyil, mən sufiyəm. Mən deyil, mən sufi deyil. Çünki elə insanlar ortaya çıxıb dərvişlik iddiasında bulunur ki, biraz tənqidi yanaşdı bu məsələyə. Baxıb görürsən ki, yox, həqiqət yenə hər zaman olduğu kimi pərdələndir. Dünya bir sürgün yurdudur. Dünya sözü özü ərəb dilində dəni sözündən törüyür. Mən ərəb istərəm, ərəb filologiyasından məşğul olmuşam. Dəni də ərəb dilində bu el arasında ədna deyirlər. O sözdə eyni kökdəndir, alçaq demək. Dünya sözünün hərfi mənası lüğətdə alçaq yer. Fiziki cəhətdən yox, kosmosda alçaq uca olmur. Kosmik fəzada, astronomik birimdə aşağı yuxarı yoxdur. Amerikan kosmonavtları aya gelmişdilər. Rusca deyirlər, tərcümədə orada boz zemlə. Yer göydə aydan baxanda, biz yerdən baxanda ayı necə görürüksə, onlar da aydan baxanda yeri ucuz görürlər. Deməli, yer göy yoxdur. Hamısı nisbidir. Dünyanın alçaq olaraq adlandırılması bu, kürre-i zəminin dünya adlandırılması
olması, alçaq yer deyilməsi mənim, sənin kəşfimiz deyil. Bu bina-i qədimdən var və Qur'anda bura dünya deyil. Yəni bura sülh yurdudur. Burada yaxşıların, haqq tərəfdarlarının müvəffəq olması qeyri-mümkün. Əgər burada yaxşılar qazanırsa, haqq bu dünyada keçirsə deməli, ya biz yuxu görürük, tez oyanacağıq, zaten həyat bir yuxudur, ya da nəsə ayrı şey var. Həmişə mən deyirəm, mənə deyirlər ki, sən sənətçisən, alimsən, şairsən, niyə məhşurlaşmırsan? Nədir sənin qarşılığın? Mən də deyirəm ki, mən oturub ailə qarşısında baxıram özümə. Deyirəm, əgər bu məhşurları sevən kütlə məni də sevəcəksə, mən özümdən şübhələnməliyim. Ya mən düşdüm onların yanına, ya onlar qalxdı mənim yanıma ki, ikincisi imkansızdır, mən düşmüşəm ona. Axı bu mümkün deyil. Ad çəkmək istəmirəm, ayıbdır, səviyyəmizi salmayaq aşağı. Toylarda gedib mənim bir illik maaşımı bir saat fonoqram taxıb oxuyan müğənnilər, dırnaqarası müğənnilər, əgər xalq onları da sevir, məni də sevirsə, ya Manaf gəldi oldu Fəxrəddin Salim, ya Fəxrəddin oldu Manaf. Bu ikisindən biridir. O mənada böyük insanlar, böyük düşünən insanlar sizə müraciət edirlər. Mənəviyyatının ehtiyacı ucbatından, havada evindən qalxıb bura gələnlər. Bugün mən varam, 2-3 nəfər mənə görə gəlir. Gələn dəfə mən olmayacam ki, siz yenə gələcəksiniz. Deməli, siz böyük duyğularla yaşayırsınız. Sizi dünyadan başqa şeylərdə düşündürür. Təkcə dünya düşündürür. Dünya fanidir, ölüm anidir. Bugün, sabah, hər kəs kimi bu qatarın bir sərnişində bilir. Kimsə gətirib bu dünya adlı körpünün başından bizi qoyub, hardan gətirib bilmirəm, kim gətirib bilmirəm, mən dindar bilmirəm. Körpünün ovucunda kimsə götürüb harasa aparacaq, onu da bilmirəm. Amma onu bilirəm ki, bu körpü Venetsiya körpüsü deyil ki, sevgilimizlə söykənək o körpünün bəndinə baxa aşağı belə qayıqlara. Bu körpüdə dayanma olmaz. Heç kim dayanma. Görün, bir dəqiqə öncəsi artıq tarixdir. Bir dəqiqə öncəsi tarix. Deməli, bu körpüdə dayanmaq olur. Eğer gec, əvvəl, axır, gəlib bu körpünün sonuna çatır. Müəllim bir söz dedi, kitabın adına dedi, eşq, yəni sevgi. O bilir ki, bu deyil. O məni danışdırmaq istəyir. Bilir ki, sevgi deyil. Sevgi mənim nəzərimdə, əlbəttə, obyektiv danışmıram, subyektiv danışıram. Mənim üçün obyektivlik yoxdur. Obyektivlik biraz mənə zorakılıq kimi gəlir. Hər kəsin qəbul edəcəyi bir şey mənə biraz zor aparatı kimi gəlir. Amma subyekt belə şeydir ki, hər kəs qəlbindən, zehnindən keçəni dilinə gətirir. Bu da məqbuldur və mümkün bir şey. Eşq 3 hərfini əsra almış, sığmayan 1000 hərfə bir əhva almış. 3 hərf var. Ayn, şin, qaf. Nədir? Hardan gəlir? Mayası, kökü. Niyə bu qədər ucadır? Niyə bu qədər əlçatmazdır? Niyə hər kəs sevə bilir, hər kəs istəyə bilir, amma hər kəsə aşıq ola bilir? Eşqin məstəri, yəni isimləşmiş şəkildə aşıq var. Bir əhvalat var, dəyərli dostlar, əziz qələm sahibləri. Siz o şeyə sahibsiniz ki, Qur'an ona and içir. وَالنُّمُ وَالْقَلَمُ And olsun N hərfinə, Nun hərfinə və qələmə. Qələmə and içir Tanrı. Bir əhvalat var. Quşlar toplanıb bir yerə, qərara gəlirlər ki, gedək Simur quşunu axtaraq. Simur bizim padişahımızdır. Sanki biz 5-10 nəfər aşıq toplanmışıq, Allah'ı axtarmağa gedirik, Rəbbimizi. Orada quşlarda məqsəd aşıqlərdir, Simur da Tanrının simvoludur. Bu əhvalatı yazan 10-cu əsrdə yaşamış böyük İran şairi, sufi teologu Fəridüddin Əttar Nişaburidir. Əsərin də adı Məntiq-ül Teyr, yəni quşların dili. Məntiq sözü nitq sözündəndir. Teyr də təyyarədəndir.
uçanların dili, məntiq deyil. Toplanırlar, məkanı, Simurğun oturduğu yer əfsanəyə görə Qaf dağıdır. Halbuki nə Qaf adında dağ var, nə Simurğun adında quş. Gələz, gedinlər. Qaf da uca, bunlar da qanatda heyvan uçurlar. Yolda bəziləri dumana düşür, itir. Bəzisi yorulur, geri qayıdır. Bəzisi elə olduğu yeri bəyənir, qalır orada. Gələz, bəzisi ölür. Bir ovuc quş, minlərlə quşdan bir ovuc gəlib Qafın təpəsinə çatır. Axtarırlar, ora Simur, Simurlarda quş yox. Nə özü var, nə yavrusu ənqa var. Deyirlər, yəqin bizə yalan deyirlər. Belə bir quş yoxdur. Birdən orada bir quş var, biz onu çox sevərik, dəymişlər o quşu. Hop-hop quşu deyərlər, varsa mütlük deyərlər. El arasında şanəkli, şanəsə, həyətlərə zatlara gələr, adamdan da qaçmaz. Çox gözəl quşdur. İrfanda, sufizmdə onun o quşun çox böyük məqamı var, mənəvi məqamı. Heyvanların da fərqi var da, Dədə-Baba da deməzlər, atın elə şəkli deyil. Yazıq eşkəyə günahı nədir? Bu da minəkdir, amma onların da mənəvi dərəcələri var. Bu quş ayıq çıxır. Deyək quşlar, sayın bölüm neçə nəfər qalmışıq. Zirviyə nə qədər quş salır. Sayırlar ki, 1, 2, 3, 4, düz 30 quş gəlir. Burada barmağın dişliyi şair. Deyil, fars dilində si 30 deməkdir. Mur quş deməkdir. Si-mur, yəni 30 quş. Ayrıca bir si-mur falan yoxdur. Kim ki gedib o zirviyə çatıb, onlar ilə onların cəmi si-murdur. Bax, eşq budur. Bugün ona görə də orada hətta Neşaburi bir mənaya işarə edir. Deyir ki, əlbəttə bir Allah var. Ancaq o bizim düşündüyümüz kimi bizdən ayrı bir Allah deyil. O elə aşiqlərin qəlblərinin cəm halında toplandığı bir həlqədir. Eşq aşiq məşuquna qovuşdu mu, yəni insan tanrını dərk etdi mi, onu hiss etdi mi, özü tanrı olur. Niyə Nəsimi deyildi, bulmuşam həqqi, ənəl həq söylədir. Ənəl həq yəni mən Allahım. Haqq, mənəm, haqq məndədir, həq söylədir. Bəyən bunu deyən Nəsimi 600 il öncə çox mühüm səhv edir ki, bugün biz Nəsimini unutmuşuq, amma Vatikanda Nəsiminin bizim əlimizdə olmayan divanı var, 4-cü İraq divanı, özdə İlaqə əcəm, yəni Türkçə yazılı divan. Avropalılar oturub Nəsimini incələyir, bir zaman Qara-Qarayev, tələbəmə deyilən bala, Qara-Qarayev nəsə deməli, o neftçilərdən qabaqçı deyil. Qaza almışam əlimə, uzun incə bir yoldayım, deyir, bu Tarxanım adı, deyirəm, ay bala, bu aşıq deyilsən, Tarxanı şimdi. Görürsünüz, dəyərlər nə qədər düşür. Ona görə də düşsün, buraxın düşsün. Xalqla aşiqin, mən sufi dilində danışıram. Cəmaatla aşiqin fərqi ondadır ki, xalq nə qədər aşağıda olur, sürətlə gedirsə, aşiq də yuxarıya doğru sürətlə. Gün-gündən irfan əhlilə, mərifət əhlilə, alimlə, ariflə kütlənin, əvvamın arası açılır. Biz onlara qovuşmağa, onlar kimi olmağa çalışmıyor. Heç gör onlar bizim kimi olmaq istəyir. Heç gör onların yadına düşür ki, bu işləri buraxsın, pul qazanmağı buraxsın, gəlsin biraz da burada olur. Çox yox, biraz yox. Kimsə bunu xatırlamır. Onlar bizim kimi olmaq istəmir. Biz niyə onlar kimi olaq? Mənim bu divanım 14-cü kitabım. Nəşr olunmuş. Şimdi bir neçə elmi monoqrafiyam var. Sonra ondan qabaq bir rübai divanı divan bırakmışdım. Burada 505 ədəd rübai var. Niyə 505? Əvvəla rübainin öz vəznində yazılır hansı, öz bəhrində. Rübai bəhrləri adi 19 dənə əruz bəhrindən hər hansı biri ola bilər, amma onların qırıq və daha uzun şəkilləridir. Burada mən Həzəc bəhrinin rübai təfiləsindən istəyir ki, məf'ulu, məfailu, məfailun fəh. O fəh qırdı burada. O rübai bəhridir. Hamısı o bəhirdə yazılıb və bir şeir kitabının divan adlandırılması üçün orada ən az 1000 beyt olmalıdır. 1000 beyt.
Bu şərtdə 10 əsrdə bu davam edir. Divan şeiri. Burada da 505 rübaidir. Hər rübai 2 beyt olur. 4 misra. 2 beyt, yəni burada 505 rübai 1000 beyti keçdi. Bu mənada adına rübai divanı dedim. Və bildiyim qədərlə Xəyyamdan sonra ayrıca rübai divanı bağlayan oldu. Və bir də bu türkçəsində, Azərbaycan türkçəsindədir. Uzun zaman öncə bu kitablar dərc olunub. Dostlar sağ olsun, elə talan ediblər məni ki, utanıram deməyə ki, müəllifin evində kitab yox. Ən sonuncu kitabım Dədə Qorquddan Dədə Ələsgərə. İnanın bir dənə nümunə üçün saxlamışam kitabxanamda ki, gözümün önündə olsun. Kitab yazıb, sağ olsun, kitabı dərc edənlərin ofisində, özləri də burada yaşamırlar, açıq baxın, 5-10 dənə verir ki, gələndə aparım bilinir. Getmişəm ki, Allah'a şükür ki, mərkəzi kitabxanada bu Axund kitabxanasında gördüm onu katalogda. Gəliniz, bu divanın başqa bir xüsusiyyəti nədir, dəyərli dostlar? Əvvəla divan əruz vəznində yazılan şeirlər toplusudur bu bir. Ancaq məsələn, Əliyeva Vahidin divanı yoxdur. Niyə? Çünki o sadəcə əruz vəznində yazılan şeirlər toplusudur. Bəs onun divan olması üçün nə lazım? Ərəb əlifbasında 28 hərf. Biz türklər, başqa əcəmlər, yəni ərəb olmayan xalqlar İslamı qəbul etdikdən sonra həmin əlifbəyə 4 hərf əlavə etdik. Dilimizin qanununa uyğun. P, J, Ç və C. Bu hərflər ərəb dilində yoxdur. Ona görə ərəb əlifbasında 28 hərf var. Biz İslamı qəbul etməklə o əlifbanı aldıq. Biz, başlar, Kürtlər, başqa millətlər, əcəmlər. Yəni, əcəm nə deməkdir? Ərəblər bizə əcəm deyir. Müsəlman olub, ərəb olmayan xalqlar. 4 hərf bu əlifbəyə artırılır. Deməli, hər hərflə bitən bir neçə qəzəl olmalıdır, sırası. Onda divan olur. Baxın, bu divanda mənim ilk qəzəllərimin son hərfləri, yəni ilk 2 misranın 2 beyt, ilk beytin 2 misrası, sonraçıların 2-ci misrası. A ilə bitir, əlif hərfi. Sonra B ilə bitənlər, qəzəllər 32 hərfin, hər şair hər hərfdə yaza bilir. Söz tapılır. Yaxud özünü zorlanır. Burada 32 hərfin hamısıyla bitən qəzəllər var. Qəzəllər o sırayla bitdikdən sonra başqa tipli əruz şeirləri, vacib deyil, amma olur. Rübailər, qəsidələr falanlar var burada. Ona görə də bunun quruluşu tam olaraq divandır. Texniki olaraq divandır. İndi nə dərəcədə keyfiyyətlidir, bunu tarix göstərəcək. Bunu biz bilməliyik. Bizim Naxçıvanda bir məşhur Haçadağ deyə bir yer var. Bizim evin balkonundan çox gözəl görülürdü o. Bir gün o kəndin, o dağın dibində Kırna ismində bir Culfanın kəndi var. Ora yasa gəlir. Düz dağ kəndin dibində. Sevinirdim ki, Haçadağı yaxından görəcək. O qədər narahat oldu onu yaxından gördüyüm üçün. Baxdım ki, belə qırıq, kəsik, alçaq bir şeyə bənzəmir. Anladım ki, dağa uzaqdan. Yəni, bizim dəyərimizin bilinməsi üçün zaman keçməlidir. İndi nə siz, nə mən bunu qəzeti nə qədər yaxınlaşdırsan, bir o qədər o sənin üçün görülməz olacaq, aralanmaq lazım. Zaman keçməlidir ki, bilinsin ki, bunun keyfiyyətidir. Mən sizə bunu sadəcə şəmiyyətə danışdım ki, divan, təbii ki, hamımızın bunda məlumatı var, sadəcə elə danışırıq ki, bunu bozulmuş. Buradan bəzi divanlardan, dəyərli dostlar, şərqdə belə bir qayda var, fal açılır. Fal. Ən çox da fal Hafizin divanından açılır, Hafiz Şirazın. Fal açmağın da bir qaydası var. Rastgele qəzəl açmışsan. Əvvəl bir rastgele bir şey açırsan. Tutaq ki, niyyət edirsən, sağdan birinci qəzələ baxırsan. O deyil. O səni hazırlayır fal. Sonra 7 qəzəl geri sarır. O 7, 6, 5, 4, 3, 2, birinci qəzəl sənin axtardığındır. Buna fal deyirlər. İslamda fal yasaqdır, haramdır. İslamda 2 fal halaldır. Bir hafiz falı, divan falı. Bir də Quran-ı Kərimlər istixarə. Bunlar halal buyurur. Qalanı zaten Fələq surəsində buyurulur. Düyünlərə üzülən qadınlar, Peyğəmbəri cavab edənlər falan. Bunlar hamısı lənətləridir. Mən də fal olaraq bir qəzəl açıyorum, görün nə gəlirlərimə sizin sonra tavsiye ederim, tamam.